Salam. Bugünkü dərsimiz olur sadə cümlənin şəxsə görə növləri. Sadə cümlənin şəxsə görə növləri. Ümumiyyətlə qrammatikada, yəni qrammatikanın sintaks bölməsində şəxs dedikdə mübtəda nəzərdə tutulur. Ümumiyyətlə qrammatikada şəxs deyəndə mübtəda nəzərdə tutulur. Yəni mübtədanın içərisində canlı da aiddir, cansız da aiddir, konkret da aiddir, mücərrəd da aiddir və s. Təşdaatı, cəmdaatı və s. Sadə cümlənin şəxsə görə növləri mübtədanın olub-olmamasına görə müəyyənləşir. Mübtədanın olub-olmamasına görə müəyyənləşir. Yəni, şəxsə görə növləri mübtədaya görə növləridir əslində bu. Bu deməkdir. Deməli, ikinci dərəcəli üzvlərin iştirakına görə sadə cümlələr iki yerə bölünürlər. 1 var müxtəsər cümlələr, 2 geniş cümlələr. Geniş cümlələr. Müxtəsər cümlələr, belə cümlələrdə yalnız baş üzvlər iştirak eləyir. Yalnız baş üzvlər iştirak eləyir. Misal üçün, mən bilirəm. Bu qədər. Baş üzvlər, yalnız baş üzv iştirak elədi. Geniş cümlələrdə isə bu cür cümlələrdə mütləq ikinci dərəcəli üzvlər iştirak etməlidir. Mən bunu bilirəm. Eyni cümləni yazdım. Sadəcə olaraq burada bir dənə tamamlıq əlavə elədim. Deməli, əvəzli ilə, işarə əvəzli ilə ifadə olunan əvəzli əlavə elədim. Bu oldu bizim üçün geniş cümlə. Yəni, ikinci dərəcəli üzvün iştirak etdiyi cümlədir, geniş cümlə. Cümlələr, ümumiyyətlə şəxsə görə müəyyənləşən cümlələr, cümlənin şəxsə görə növlərində cümlələr xəbər əsasında formalaşırlar və mübtəda əsasında formalaşan cümlə var. Xəbər əsasında formalaşan mütləq bunları düzdür, mübtədaya görədir, xəbər əsasına formalaşan bu deməkdir. Yəni, bunlarda mütləq şəkildə xəbər olur. Bunların içərisində mütləq şəkildə xəbər var. Amma mübtəda əsasına formalaşan odur ki, mübtədası var, xəbəri yoxdur. İndi gəlin bir-bir bunlara baxaq. Xəbər əsasına formalaşanlar müəyyən şəxsdir, qeyri-müəyyən şəxsdir, ümumi şəxsdir, şəxsiz cümlələrdir. Mübtəda əsasına formalaşan cümlə isə adlıq cümlə hesab olunur. Müəyyən şəxsi cümləyə gəlin baxaq. Mübtədası olan, yaxud olmasa da asanlıqla bərpa edilən cümlələrə müəyyən şəxsi cümlələr deyilir. Misal üçün, bir də deyirəm, mübtədası ya var, yaxud da olmasa da asanlıqla bərpa oluna bilir. Deməli, necə bərpa olunur? Burada yazmışam, misal birazdan deyirik. Bu tipli cümlələrdə birinci, ikinci şəxslərdə tək və cəmlər, üçüncü şəxsində təki mübtəda bərpa oluna bilir. Misal üçün, deyirəm ki, sən bilirsən, burada mübtəda var. Kim? Sən. Bir də deyirəm ki, sadəcə belə bir cümlə işlədirəm, bilirsən. Amma bu şəxs olduğuna görə, sənə görə mən səni bərpa edə bilirəm. Yəni, mübtədanı bərpa edə bilirəm. Müəyyən şəxsi cümlələr hesab olunur. Mübtədası buraxıla bilən cümlələr hesab olunur, sadə cümlələr hesab olunur. Yəni, mübtədası bu cür testlər çıxsa qabağınıza desə ki, əgər mübtədası buraxılıbdır, orada müəyyən şəxsi cümlə axtaracaq. Qeyri-müəyyən şəxsi cümlədə də mübtəda olmur, şəxsizdə də mübtəda olmur, ümumi şəxslərdə də mübtəda olmur. Amma buraxılıb deyirsə, bu bərpa oluna bilən bir şeydir. Yaxşı, elə yadda saxlamaq lazımdır. Bu tipli cümlələrdə birinci, ikinci şəxslərin tək və cəmləri, üçüncü şəxsin təkində mübtəda bərpa oluna bilər. Birinci, ikinci şəxslər, yəni dediyim mən, biz, birinci şəxsin təki cəmi, bir də sən, siz. Üçüncü şəxsin təki isə odur. Yəni, bunlar bərpa oluna bilir. Misal üçün, bilirəm, mən, oxuyursan, sən, oxuyuruq, biz və s. Bu tipli cümlələr ismi və feili xəbərli ola bilirlər. Deyirəm ki, pişik çox sevimlidir. Nə pişik? Sevimlidir, burada xəbərdir. Bilir, burada da feili xəbərdir. Kim? O. Sonra gəldik qeyri-müəyyən şəxsli cümlələrə. Qeyri-müəyyən şəxsli cümlələr uşaqlar hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən sadə cümlələrə qeyri-müəyyən şəxsli cümlələr deyilir. Hərəkət və hökm qeyri-müəyyən şəxslərdir. Biz burada bilmirik hansı şəxslərdən söhbət gedir. Bu tipli cümlələrdə mübtəda olmur, müəyyənləşdirmək də olmur. Təqribi şəkildə kitablarda verilir ki, təxmini şəkildə bilinir. Xəbəri hər zaman üçüncü şəxsin cəmində
olur qeyri-müəyyən şəxsi cümlələrin. Həyətdə top oynayırlar. Oynayırlar nə? Top oynayırlar. Bu qeyri-müəyyən vasitəsiz tamamlıqdır. Harada oynayırlar? Həyətdə oynayırlar. Burada üçüncü şəxsin cəmindədir. Təqribi olaraq, təxmin olaraq bərpa eləmək olmur bunu. Birazdan ona gələcəm. Səbirli olmaq lazımdır. Səbirli olaq, birazdan gələcəm. Qeyri-müəyyən şəxsi cümlələrin bir qismində elə bil, sanki, güya ki, deyəsən və s. tipli modal sözlər iştirak edir. Misal üçün, elə bil məni tanımırlar. Tanımırlar kimi məni, burada elə bil də modal sözdür, bənzətmə müqayisə bildirən modal sözdür. Tanımırlar, üçüncü şəxsin cəmindədir. Qeyri-müəyyən şəxslər tanımır bizi. Yəni, onlar kimlərdir bilmirik. Qeydimizə baxaq burada. Bu tip cümlələrdə, yəni qeyri-müəyyən şəxsi cümləni deyir, onlar əvəzliyini artırmaq olur. Təqribi olaraq artırmaq olur. Amma bu zaman bu cümləni müəyyən şəxsi cümlə adlandırmaq düzgün deyil. Çünki onların kim olduğu məlum deyil. Yəni neçə nəfərlə, yəni müəyyən şəxs deyil. Yəni mən onları müəyyən eləyə bilmirəm. 5-li, 10-lu, 100-lü, 1 milyonlu bilmirəm. Ona görə də qeyri-müəyyən hesab olunur. Olunduğuna görə də biz bunu bərpa edə bilmirik. Bərpa etsək zaten qeyri-müəyyən şəxsi cümləyə ehtiyac qalmazdı. Eləyərdik müəyyən şəxsi cümlə. Müəyyən şəxsdə şəxs müəyyəndir deyə mən, sən, mən, biz, sən, siz, bir də o da. Bunlarda şəxs müəyyən deyə bərpa edə bilirik. Amma onlarda bilmirik kimlərdir deyə. Yəni bu şəxslər qeyri-müəyyən olduğuna görə biz onu götürürük. Kim olduğunu bilmədiyimizə görə biz onu götürürük. Qeyri-müəyyən şəxsli cümlə kimi götürürük. Problem yoxdur. Burada bərpa eləyə bilərsiniz. Amma ki o bərpa artıq sizi aparıb deməli müəyyən şəxsliyə çıxartmasın. Yəni niyə çıxartmasın? Niyəsini də bildik ki, onların kim olduğunu bilmirik. İşte şayət onlar sözünün özü işlənsə, deyirəm ki, onlar gülürlər. Onlar gülürlər. Nə edirlər? Gülürlər. Kim onlar? Artıq burada mübtədan gördüyüm üçün mən bunu deyəcəm müəyyən şəxsli cümlə. Gəldik ümumi şəxsi cümlələrə. Ümumi şəxsi cümlələr hərəkət və ya hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrə ümumi şəxsi cümlələr deyilir. Misal üçün deyirəm ki, böyüyə hörmət edərlər. Böyüyə hörmət edərlər. Burada hörmət edərlər kimə? Böyüyə. Bu ümumi şəxsi bildirir. Yəni ümumi şəxsi cümlədə hərəkət və hökm dedik ki, hamıya aiddir. Hamıya aid olmalıdır. Ümumi şəxsi cümlələr əsasən atalar sözləri, məsələlər, hikmətli sözlər, aforizmlərdən ibarət olur. Deyirəm ki, keçənə güzəşt deyərlər. Bu atalar sözdür. Cücəni payıza sayırlar, atalar sözdür. Deməli, üçüncü şəxsin cəmindədirlər və hərəkət və hökm hər kəsə hamıya aiddir. Deməli, bütün atalar sözlərini ümumi şəxsi cümlə adlandırmaq olmaz. Düzgün deyil. Adlandırmaq düzgün deyil. Mübtədası olan atalar sözləri müəyyən şəxsi cümlədir. Mübtədası olan atalar sözləri. Deyirəm ki, dost dar gündə tanınar. Tanınar kim? Dost. Gördünüz. Burada mübtəda gördüm. Bəli, gördüm. Artıq burada mənim üçün hansı cümlə oldu? Müəyyən şəxsdir. Çünki mübtəda var. Mübtəda. Şəxs var. Mübtəda deyəndə, şəxs deyəndə mübtəda nəzərdə tutulur. Bayaq əvvəldə, dərsin əvvəlində dedim. Ümumi şəxsi cümlənin xəbəri üçüncü şəxsin cəmi ikinci şəxsin təkində olacaqdır. İkinci şəxsin təkində olacaqdır. Deyirəm ki, şəhərdə tez-tez çıxacaq, rast gəlirsən. Bax, burada ikinci şəxsin təkindədir. Belə deyəcək, ikinci şəxsin təkindədir. İkinci şəxsin təkində. Yəni, sən əvəzliyinin üzərindədir. Yəqin ki, burada biz bunu gördük. Amma, deməli, burada belə bir şey də var. Pilləkəni pillə-pillə qalxarlar. Bu, hər kəsə aid olandır. Üçüncü şəxsin cəmini zaten bildik. Bu, qarşımıza çıxanda diqqətli olmaq lazımdır. Rast gəlirsən, xüsusilə ikinci şəxsin təki. Və sual oluna bilər ki, müəllim, bəs müəyyən şəxsi cümlədə ikinci şəxsin təki bərpa oluna bilirdi? Bəli, bərpa oluna bilir. Amma burada şəhərdə tez-tez çıxaca rast gəlirsəniz, sən olaraq bərpa edə bilmərik. Niyə? Niyəsi odur ki, əgər mən burada sən əlavə eləsəm, sən şəhərdə tez-tez çıxaca rast gəlirsəm, onu o cür əlavə eləsəm, artıq burada ümumi anlayışdan çıxacaq. Hərəkət və hökm hamıya aid olmayacaq. Burada nə demişdik? Hərəkət və hökm hamıya aid olur. Artıq hamıya aid olmayacaq, tək sənə aid olacaq. Ona görə də şəhərdə tez-tez çıxaca rast gəlirsən,
Bu ümumi olaraq hər kəsə aid olan bir şeydir. Bunu bərpa eləmək, yəni müəyyən şəxsə salmaq olmaz. Gəldik şəxssiz cümləyə. Şəxssiz cümlələr dilimizdə elə cümlələr var ki, mübtəda olmur. Yəni heç təsəvvür belə olunmur, bərpa belə olunmur. Deyirəm baxıldı nəyə? Filmə. Baxıldı üçüncü şəxsin təkindədir. Yeri gəlmişkən şəxssiz cümlələrin xəbəri həmişə üçüncü şəxsin təkində olur. Misal üçün deyirəm ki, artıq gecdir. Artıq da burada ədatda bundan işim yox. Bir dənə burada xəbərdən istifadə olundu. Təsəvvür belə olunmur. Yəni gecdirə necə əlavə edə bilərsiniz o əvəzliyini, yəni üçüncü şəxsin təkini və yaxud da başqa bir mübtəda olmaz. Şəxssiz cümlələr ismi, feili xəbərli ola bilirlər. Sənin şagirdin idi. Sənin şagirdin üçüncü növ isim birləşmədir. Buna bir dənə idi hissəci artırdıq və elədik bunu nə? İsmi, xəbər bütövlükdə. Buralarda marala təsadüf edilir. Təsadüf edilir nəyə? Marala. Harada? Buralarda təsadüf edilir. Təsadüf edilir burada feili xəbər olacaq. Gəldik uşaqlar adlıq cümləyə. Adlıq cümlə dedik, bildik ki, mübtəda əsasında formalaşır. Yəni mübtəda olur 100%, burada xəbər olmur. Adlıq cümlələrdə xəbər olmur. Bir mənalı şəkildə xəbər olmur. Gözəl bir mənzərə, misal üçün burada mənzərə mübtədadır. Gözəl isə birinci növ təyin söhbətləşməsi, gözəl isə təyindir. Bir də burada ədatda bundan işimiz yoxdur bizim. Adlıq cümlələr mübtəda əsasında formalaşırlar. Dramatik əsərlərdə remarkalar əsasən adlıq cümlə şəklində olur. Şuşa qalası, Cıdır düzü, Qarabağ atları. Bəs deyəsiniz ki, müəllim, bunlar söz birləşməsidir. Axı, söz birləşmələri də zaten sözə nisbətən konkretlik bildirir deyə biz bunları götürəcəyik adlıq cümlə kimi. Yəni biz deyəndə dilçilik o cür qəbul eləyir. Yəni bunlar söz birləşməsi olsa belə adlıq cümlə əslində cümlə olaraq da keçirlər. Çünki remarkalar, yəqin ki, drama əsərləri oxuyanlar bilir. Şuşa qalası nöqtə. Bu nöqtə bitmiş fikirdir əslində. Cıdır düzü nöqtə, Qarabağ atları nöqtə. Həmin yer haqqında, ümumi olaraq məkan haqqında, zaman haqqında və s. haqqında remarkalarda məlumat verilir.